1 manata kurtkalar, 1 manata paltarlar, 1 manata şalvarlar və 1 manata ayaqqabılar bax bu filialda olacaq. Kanalımıza xoş gəlmişsiniz. Neçə vaxtdır memlərdən paylaşım eləmirdim YouTube səhifəmizdə. İzləyicilərimizdən çoxlu yazılar gəlib paylaşım edin deyə haqqında. Baxın, ona görə də videolar izləyərkən bəyənib səhifəmizə də abunə olmayı unutmayın ki, bu kimi endirim paylaşımlarını qaçırmayasınız. Günlərim yanvarın 20-sidir. Mağazada gördüyünüz hər şeyə 50% endirim var. Yəni çəkilişi mən bugün edirəm. Lakin sabahlarım 21 yanvardır. Baxın, şubalar var, kurtkalar var. Hər biri olacaq artıq. Mağazada geriyə doğru saatlara start veribdir. Sabahlarım 21 yanvardır. Üzərində yazılan qiymətdən asılı olmayaraq bütün geyimlər 20 manat olacaq. Baxın, bu cür 400 manat yazılan şubanın sabahki qiyməti 20 manatdır. 22 yanvarda olacaq 15 manat, 23 yanvarda olacaq 10 manat və 1 manata qədər olan qiymət cədvəldən qoyuram videonun üzərinə. Baxın, şubalar görürsünüz. Çox güman ki, bunlar sabahlarım gəlmişlər, hamısını aparacaq. Çünki bu məhsullar heç mən inanmıram ki, 1 manat olan günə qədər qalsın. Bəzən görürsünüz 1 manat olan gün izləyicilər gəlir telefon ki, bəs bu kurtka, hani bu şalvar, hani bu paltar. Əzizlərim, mən bu cür 300 manatlıq, 400 manatlıq şuba bir şəkil sabahlarım düşəcək olacaq 20 manat, düzdürmü? Hansı adam qoyar ki, bu şuba gəlib qalsın vitrində 1 manat olan günə qədər? Bu da düzgün düşüncə tərzi deyil və yaxud da ki, o günlər Bakıxanov filanda olmuşdu. 1 manat olan günə gəlib ki, qardaş, hanım filan kurtka, hanım filan şalvarı. Bunu satmağa gətirib qoyurlar. Bura əzizlərim, mən bunu bura muzey kimi, eksponat kimi gətirib qoymuyor. Və yaxud ki, bax, bu kurtkadan burada bir dənədir, düzdürmü? Üzərində 50 manat yazan bu cür bahalı kurtka sabah olacaq 20 manat. Sabahlan bunu müştəri almaq istəsə, biz nə deyək ki, bu qalacaq 1 manat olan günə qədər bunu satmırıq, biz vitrinə qoyacağıq. Bax, 50 manat yazmasına baxmayaraq sabah 20 manatdır. Birisi gün 15 manatdır, o birisi gün 12 manatdır və yenə cədvəli qoyuram videonun üzərinə. Bax, bu cədvəli göz aşağıda qoydum. Ona görə də videoları izlərkən bəyənib səhifəmizə abunə olmayı unutmayın ki, endirimləri, paylaşımlarımızı qaçırmayasınız. Bu mağaza Avtovağzal Ticarət Mərkəzində yerləşir. 2-ci mərtəbədə, 2-ci sırada qapı üzərində yazılıdır böyük hərflərlə Memi 1. Bax, həmin bu mağazadan söhbət gedir. Və gördüyünüz kimi kurtkalar çoxdur, çeşidlər çoxdur. Belə endirim var da burada. Biz ki 2 dənə endirim var. Yeri gəlmiş ki, onu da qeyd eləyək. Bax, diqqətlə qulaq alsın. Misal üçün, sabahlar mağazaya gəldiniz, 21 yanvarda deyirəm ki, hər şey 20 manatdır, düzdürmü? Bu o demək deyil ki, buradakı üzərində 5 manat, 10 manat yazılan paltarlar da sizə 20 manat veriləcək. Yox. 20 manatdan bahalı bütün geyimlər 20 manat olacaq. 20 manatdan aşağı nə tapsaz yarı qiymətinə. Və yaxud da ki, birisi gün gəldiniz, hər şey 15 manatdır, düzdürmü? Bu o demək deyil ki, elə 5 manat, 3 manatlı paltarlar da 15 manata veriləcək. Yox. 15-dən yuxarı nə varsa hər şey sizə 15 manata veriləcək. 15-dən aşağı nə varsa yarı qiymətinə. Misal üçün, ayaqqabılar var ki, burada üzərində 10 manat yazılıbsa, həmin ayaqqabılar sizə sabahların 5 manat veriləcək. Təsəvvür edirsiniz. Və yaxud da ki, bu cür yubqalar var, üzərində qiymət 6 manat, 7 manat yazılıb, düzdürmü? Bu o demək deyil ki, sabahların bunlar sizə 20 manata veriləcək. Yox, bunlar sizə sabahların 3 manat veriləcək. 6 manatlı paltarlar olacaq sabah 3 manat. Çünki həm 50% endirim var, hər də ki 20 manatdır. Bax, 24 manat. Bunlar sabahların sizə 20 manat verəcək. Və yaxud da ki, burada ayaqqabılar var ki, üzərində 10 manat, 15 manat yazılıb. Həmin geyimlər, həmin ayaqqabılar sizə yarı qiymətinə veriləcək. Və bir də xatırladım ki, diqqətli olun, xahiş edirəm. Bəzi izləyicilər kimi 1 manat olan günə gəlirlər ki, hanı bu ayaqqabı, hanı bu paltar, bunu bura satmağa gətir. Bax, bu 50 manat yazan sabahki qiyməti 20 manatdır. İndi biz nə deyək, sabahlar müştəri bunu almaq istəsə nə deyək ki, satmırıq, biz bunu qoyuruq 1 manat olan günə qədər qalsın. Yəni bu düzgün mövqe deyil, düzgün fikir deyil. Bax, bu cür qəşəng hərbi sapaşki var. Üzərində qiymət 19 manat yazılır. Bu o deməkdir ki, eləyir bu yarı qiymətə, düzdürmü? 9 manat 50 qəpiyə indi bu cür sapaşki sabahlar müştəri alacaq. Çünki yarı qiymətədir. Bu gün də, sabah da, o birisi gündə və yenə deyirəm 3 manat, 1 manat olan günə qədər qiymət cədvəli videonun üzərinə qoymuşuq. Hansı günə, hansı endirimlər sizi gözləyir. Ümumiyyətlə çalışın vaxtında gəlin. Yenə deyirəm, burada elə bahalı geyimlər, elə bahalı ayaqqabılar, elə bahalı kurtkalar var ki, misal üçün 400 manatlıq dublonka var burada. Hansı ki, sabahlarım 20 manat olacaq, düzdürmü? Həmin dublonkanı mən əminəm ki, sabahlar müştəri alacaq. 20 manata sabah onun müştərisi gəlib aparacaq. Və elə adamlar var ki, 1 manat olan günü gözləyir, 1 manat olan günü gedib alarıq. Yəni sən evdə oturub axıyan fikirləşincə adam var elə 20 manatı gözləyir. 20 manat olan günü gəlir aparır, gedir. Heç gözləmir ki, 1 manat olan günə qədər qalsın. Çünki bu böyük bir riskdir. Heç kəs qoymaz ki, o cür gözəl paltarlar, o cür gözəl kurtkalar, şubalar 1 manat olan günə qədər qalsın. Və bir də xatırladım ki, mağaza Avtovağzal Ticarət Mərkəzində yerləşir. Sabahlarım 21 yanvarda mağazada nə alsaz, üzərinə yazılan qiymətdən asılı olmayaraq 20 manat olacaq. Və mağazanın qiymət cədvəlini qoyuram video üzərinə. Bax, Mark Polo. Görürsünüz, bu bahalı bir şeylərdir. Lakin sabahlarım burada bunun qiyməti olacaq 20 manata. Və yenə deyirəm, cədvəl də videonun üzərində var. Nə yazmışıqsa hamısı videonun üzərində var. Vaxtında gəlin, düzgün adreslərə gedin. Bu soyuq havalarda o qədər adamlar bizi yazıla bezdirlər ki, ay mən elə bildim inşaatçılar filialındadır, ay mən elə bildim Sumqayıt filialıdır. Qardaş, elə bilmək lazım deyil. Bax, dünənki filiallarda haqqında videola paylaşmışıq. Bax, bu mağazadakı qardaş, bu günlərim olmayacaq. 21 yanvarda olacaq bu kampaniya. Bu günlərim durub gələn adamlar var. Və ya da ki 19 yanvar tarixində gəlmişik, hanı bəs kurtkalar demişsiniz 20 manat olacaq. Çünki videoları sona qədər izləmirlər və bu soyuq havada gəlib əli boş geri qayıtmağa razıdırlar. Ona görə videoları həmişə deyirəm, sona qədər izləyin, diqqətlə izləyin, gör hansı filialdan söhbət gedir burada. Elə isə video ilə sizə baş-başa qoyuram və siz çeşidlərə baxın. Burada kişi şalvarları var, uşaq paltarları var, tekstillər var, hamısını bir-bir göstərəcəm. Videonu da bəyənməyi unutmayın, kanala da abunə olmayı unutmayın ki, bu kimi endirim paylaşımlarını qaçırmayasınız. Avtovağzal Ticarət Mərkəzi 2-ci mərtəbə 2-ci sıra mağazanın adresidir.
dolandı.